Bizə hüquqi yardım verən şəxs, səlahiyyətli şəxs deyil. Biz ondan gedib öyrənə bilmərik ki, mənim bu işim gedib məhkəməyə çıxanda mən nə qədər cərimələnəcəm, vəziyyətim necə olacaq, hansı məsuliyyətə cəlb oluna bilərəm, evim bölünə bilərmi, ev bölünəndə mənə nə qədəri qalacaq. Bütün bunların suallarını cavablandıracaq şəxs deyil mediator. Buyurun müəllim, hörmətli bizim psixoloq mediatorımızdır Elşad müəllim. Əslində psixoloq mediatorlar insanlara bilirsiniz də mənim əzizlərim, hüquqşünaslardan, vəkillərdən daha yaxşı. Keçən səfər bunu dediniz, dava düşürdü. Mediatordur. Yaxşı olar ki, psixoloji bilikləri və hüquqi bilikləri eyni balansda olsun. Gələk sizin verdiyiniz birinci sual case vardı ki, vətəndaşın bir tərəflərin biri gəlir görür ki, qarşı tərəf mediatorla səmimi söhbət edir. Bəli. Və bu zaman ondan imtina eləməlidirmi sualı? Gəlin açıq mesaj ötürək ki, bu günləri hər kəs marketinqlə məşğuldur. Bəli. Yəni, və hər kəs özlərini peşəkar formada inkişafı ilə bağlı davamlı təhsil alır və özünü inkişaf elətdirir. Və biz də hər bir vətəndaş istəyər ki, yaxşı bir mütəxəssisin yanına getsin. Əgər bir tərəf bizə çıxıbsa və problemi deyibsə mövzu ilə bağlı, bizim ondan ilkin kontaktımız olur. Düzdür, ilkin kontakt olandan sonra istər-istəməz bir təfsilatlı məlumat verir və mediasiya prosesinə gəlir və qarşı tərəf görürsə ki, biz onunla danışırıq, həmsöhbət oluruq. Bəli. Burada şübhədən əvvəl yerinə yaranmış suallar olmalıdır. Bizim mediatorımız sizsiz, harada işləmişsiniz, haradan tanışdıq. Çünki prosesin nəticəsində biz ürəyimizə şübhə sala bilərik ki, proses boyu bu adam məni az dinlədi. Bu adam fərdi sessiyada mənə çox az vaxt ayırdı. Gözəl, məni az dinlədi, qarşı tərəfi çox dinlədi. Birgə açılış zamanı daha çox sözü qarşı tərəfə verdi. Bu zaman bəli, tərəfsizlik, ədalətsizlik, qərəzsizlik pozulur. Bu zaman bəli, imtina eləyə bilər. Əgər həmin şəxsin, baxın, xanım dedi, Bakı böyük şəhər olsa çoxsunu tanıyır. Bunun rayonları da var. Əgər burada mövzu tam şəffaf, ədalətli yanaşmadan gedirsə, burada mütəxəssis olmalıdır həmin adam. Yəni, kiminsə tanışı olmalı deyil. Bugün sabah hamının tanışı olacaq. Onda belə çıxır ki, heç kəs tanışın yanına getməsin ki, ürəyinə şübhə dolar. Ürəyimizə nədən şübhə gəlirsə, ürəyimizə bir xof varsa, ən yaxşı özümüzə dönüb baxıq, özümüzü sakitləşdirək ki, prosesin də qabağına maneələr artırmayaq. Yəni, proses boyunca bəli, razıyam, mediator hər iki tərəfə eyni yanaşmalıdır, hətta ara məsafəsi belə eyni saxlamalıdır, söz haqqı eyni verməlidir, eyni vaxt zaman kəsində dinləməlidir, fərdi sessiyalarda eyni zamana eyni canyanlıq eləməlidir. Bir mövzu yarandı, gəlin reallıq danışaq da, yoldaşlar, deyirik ki, hüquqi yardım eləməməz, başa düşür, mediatorun vəzifəsi, borcu, qanunla qadağan, hüquqi yardım demir, amma fərdi sessiyaya gedəndə, proses daşa dirənəndə və biz də görürük ki, bu adam bu minvalla gedirsə, bu düzgün deyil. Yəni, uçuruma gedir və demirik tam hüquqi olaraq, amma müəyyən şeyləri xatırlatma edirik ki, bax, bu formada gedərsənsə, burada bu maneələr ola bilər. Yəni, bu fərdi sessiyadan söhbət gedir və o da anlayır, artıq başa düşür ki, çünki baxır, insan... Bəlkə ola bilər ki, aqressiv gəlib, çox əsəbidir. Onsuz da aqressiv gəlir, onsuz da duygusal olaraq tam patlama həddindədir. Yəni, mediator onu bir balaca sakitləşir, başa sala bilir. Bir də izah edirəm. Fərdi söhbət iclaslarda danışanda, bəli, qarşı tərəf nəsə deyəndə digər tərəf deyə bilər ki, bax, bu danışır formada izahat verir, yol göstərir, istiqamət verir, qoymur ki, məsələn, adamın iç üzü üzə çıxsın. Amma fərdi sessiyalar artıq niyə gedirik? Tək-bətək. Tək-bətək uzlaşdırmağa doğru gedirik. Və bəzən zəruri olanda psixoloji olaraq adam ağlayır, imkan versən ağlasın. Düzdürmü? Ağlayan sonra tezdən bir danışırsan, sıfırdan başlayırsan, sakit formada, həzin formada, səs tembri elə saxlaya bilirsən ki, bu adam səni başa düşsün və özünü anlasın. Özünü anlayandan sonra qeydlərimizi elədik. Sonra keçir, əlbəttə, və orada deyirik, bəs nə vaxt deyirik ki, elə bir sözün varmı ki, biz qarşı tərəfə öz adımızdan danışaq. Bunlar hamısı işin içine girməkdir. Mediasiyanın üstünlüyü budur, əziz tamaşaçılarımız. Elə bir sözün, elə bir ismarıcın varmı ki, mən ondan mediator olaraq istifadə edib, qarşı tərəfi bu məsələdə həm sənin, həm onun mənafiyi üzərindən çıxış edərək razılığa gətirə bilim. Bax, razılaşma, barışıq sazişi onda imzalanır. Və yaxud da ki, ikimiz arasında danışılan bir mövzu varmı ki, mən fərdi sessiyada onunla bağlı qəti o adama məlumat verməyim. Adam razılaşır bundan. Burada hüquqi baxımdan da, psixoloji baxımdan da, mənəvi baxımdan nəsə ola bilər.
Çünki hüquqi xidmət göstərmək səlahiyyəti vəkil və hüquqşünaslarda ola bilər. Yəni hüquqi nə qədər yaxşı bilsən də, öz hüququnu bilsən də, bəzən olur ki, qanunda elə bir şeylər var ki, yəni hüquqşünas olmadan, vəkil olmadan sən onu xidmət, yəni məsləhət verə bilməzsən. Düzgün məsləhət olmaya bilər. Yəni yanlış yol göstərə bilərsən. O ki qaldı təbii ki, mediatorun əsas məqsədi pozulubdur kommunikasiya. Artıq bura gələn şəxslər arasında kommunikasiyanı bərpa etməkdir əsas məqsəd. Üzr istəyirəm. Baxın, deyirik belə. Buyurun. Adam deyir ki, mənim uşağımın 15 yaşı var. Mən təkidlə bu uşağı göndərəcəm Avropada oxusun. 10-11 oxusun və yaxud 17 yaş var, institutu xaricdə oxusun. Düzdürmü? İzah edirik ki, bax, qarşı tərəfin danışmalıdır, qarşı tərəfin razı olmalıdır. Razı oldu, olmadı, mən gedərəm, mən o adamla ünsiyyətə girməyəcəm, o adam mənim həyatımı alt-üst edib, mən uşağımı götürüb çıxıram xaricə. Buna ən az baş salmaq lazım. Qanun belə məqamda bu formada icazə verməyəcək. Bu adamla danışıb razılaşmalıyıq. Danışmaq lazım. Danışıq yolu ilə. Və əziz tamaşaçılar,